Polis haqqında məhkəmə qərarı olmayan insanların üzlərini niyə göstərir? Bir neçə gün öncə Daxili İşlər Nazirliyinin İnsan Alveri ilə Mübarizə İdarəsinin paylaşdığı videoda iki qadın bu əməldə təqsirkar kimi təqdim olundu. Paylaşılan etiraf videosunda onların adları çəkilməsə də üzləri göstərilir. Bu isə sosial şəbəkələrdə həmin qadınlar haqqında küçə söyüşləri də daxil ağır ifadələrin paylaşılmasına səbəb olub. Hüquqşünas Yalçın İmanov deyir ki, Avropa məhkəməsinin belə hallarla bağlı ondan artıq qərarı olmasına baxmayaraq, hələ də belə paylaşımlar edilməsi qurumun sözügedən qərarlardan nəticə çıxarmadığı anlamına gəlir. Deyir, əgər cinayət törətməkdə təqsirli bilinən şəxsin cinayəti sübut olunmayıbsa və qüvvəyə minmiş məhkəmə hökmü yoxdursa, o təqsirsiz sayılır. Avropa məhkəməsi bir çox qərarlarında bildirib ki, polis əməkdaşları faktlara səlahiyyətli məhkəmə tərəfindən qiymət verilməmişdən qabaq, ictimaiyyəti ərizəçinin təqsirli olduğuna inandırmağa təhrik eləyirsə, təqsirsizlik prezumpsiyası hüququnu pozur. İnsan alverinə qarşı mübarizə baş idarəsi tərəfindən yayılan video görüntü həmin iki qadının iddia edilən cinayət əməlinə məhkəmə tərəfindən qiymət verilməmişdən qabaq ictimaiyyəti onların təqsirli olduğuna inandırmağa yönəlib və buna heç bir halda o cümlədən bu qadınların iddia edilən cinayət əməllərindən zərər çəkmiş digər şəxslərin müəyyən edilməsi məqsədi ilə də bəraət qazandırıla bilməz. Parlamentin İnsan Hüquqları Komitəsinin sədri Zahid Oruç deyir ki, belə videoların informasiya platformalarında yayılması vətəndaşlara insan alverinə qarşı mübarizədə səfərbər edici münasibətini xatırladır. Əslində hər iki şəxs bu əməli törətdiklərini bəyan eləyirlər və ikinci şəxs isə digər xanımlara şantaj etdiyini və bunu o vasitə ilə gerçəkləşdirdiyini söyləyir. Cəza mexanizmləri bir sıra hallarda ictimai tədbirlər görməyi tələb edir. Biz çox arzulayardıq ki, məsələyə bax bu cür milli, bəşəri bir bəla kimi yanaşaraq, burada konkret indi informasiya vasitələrində görünən və simaları bilinən şəxslərin haqlarından yox, onların qurbanları üzərindən məsələyə yanaşılsın və media bu məsələdə vətəndaşların daha çox yanında olsun. Sosioloq, qadın haqları müdafiəçisi Sənubər Heydərova deyir ki, videoların bu şəkildə cəmiyyətə təqdim edilməsi doğru deyil. Deyir, əgər sözü gedən kadrlarda cinayətkar kimi təqdim olunan şəxslər kişi olsaydı, bu qədər təhqir edilməzdilər. Məsələn, o qadın var idi, daşkəsəndə zorakılığa məruz qalmışdı seksual. Məsələn də bunun belə bir əməli yox idi. Nə bilim, bu cür danışan adamların əlinə bəhanə verəcək heç bir şey yox idi. Geyimi, yaşı, heç nə. Buna baxmayaraq onun da müsahibəsinin altında təhqirlər var idi. Yəni ki, insanlara bəhanə lazımdır. Onları sadəcə aqressivdilər, qadınların ümumiyyətlə danışmasının, problemləri dilə gətirməsinin, hüquqlarını tələb etməsinə qarşıdırlar. Azərbaycan polisi beynəlxalq hesabatlarda tənqid edilsə də, hökumət cəzasızlıq mühiti ilə bağlı tənqidləri qəbul etmir.